Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugünkü videomda sizin üçün Napolyon xəmirinə bənzər, çox gözəl, üzəri xırçıltılı, içərisi yumuşaq, qat-qatlı, çox dadlı bir şirniyyat hazırlayıram. Şirniyyatın xəmiri üçün əvvəlcə 500 qram un götürürük. Bu da 200 ml stəkan ölçüsü ilə 4 stəkandan 1 yemək qaşığı əski un eləyir. Onun üzərinə 250 qram soyuq, donmuş, buzluqdan çıxan yağı sürtkəcin iri gözündən keçirdirik. Xəmirin eynən Napolyon xəmiri kimi alınması üçün, xırçıltılı alınması üçün burada vacibdir ki, yağ mütləq soyuq donmuş halda olsun. Una bulayaraq 250 qram yağı unun içərisinə sürtkəcdən keçirdikdən sonra əlimizin istiliyi yağı yumşaltmadan tez-tez biraz ovaraq umaç halına gətiririk. Mən hətta burada xamanı da soyuducudan götürdüm, soyuq halda istifadə etdim. Sürtkəcin iri gözündən keçirdikdən sonra qeyd etdiyim kimi tez-tez əlimlə biraz ovuram. Burada mütləqdir ki, əlinizin istiliyi yağı əritməsin. Xəmir demək olar ki, eynən Napolyon xəmiridir. Necə ki, Napolyon xəmirində hər bir şey yağdır, yumurtadır, hamısı soyuq halda, suya kimi, hamısı soyuq halda istifadə olunur. Burada da eynəndir. Qeyd etdiyim kimi, mən xamanı da soyuducudan götürmüşəm. Biraz yağla unu əlimizlə ovduqdan sonra üzərinə yarım çay qaşığından az duz, 1 çay qaşığı vanil və 1 paket də qabartma tozu əlavə edirik. Onu da qeyd edim ki, siz istəsəniz eynən elə Napolyon xəmiri kimi alınsın. Siz duzu əlavə edib vanili də əlavə edə bilərsiniz, amma qabartma tozunu əlavə etməyə bilərsiniz. Yəni qabartma tozu olmadan da hazırlaya bilərsiniz. Mən yenə də qeyd edirəm, yarım çay qaşığından az duz, 1 çay qaşığı vanil, yəni 1 paket vanil, 1 paket qabartma tozu əlavə etdim. Üzərinə də xamanı əlavə edirəm və gördüyünüz kimi xəmiri yalnızca toparlayıram. Necə ki, Napolyon xəmirini yoğurmuruq, sadəcə toparlayırıq. Bu xəmiri də eynən Napolyon xəmirində olduğu kimi sadəcə altdan üstə doğru gətirərək xəmiri toparlamaq lazımdır. Bu üsulla xəmirini hazırlasanız, onda görəcəksiniz ki, nəticə çox gözəl alınacaq, qəşəng xırçıltılı alınacaq, xəmir eynən Napolyon xəmirinə bənzəyəcək. Bu xəmiri çox yoğurmaq olmaz. Görürsünüz, burada sona dək çəkmişəm ki, yəni sizlər də görəsiniz, mən xəmiri qətiyyən yoğurmadım, sadəcə xəmiri toparladım. Bu cür toparladıqdan sonra xəmiri bir salfanın içərisində yerləşdiririk və soyuducunun buzluq olmayan adi gözündə xəmiri 1 saat müddətində gözlədirik. Bu mütləqdir. Daha sonra isə keçirik içlik hazırlamağa. İçlik üçün də bizə lazımdır 1 stəkan, yəni 130 qram undur. Üzərinə əlavə edirik yarım çay qaşığı vanil, 150 qram soyuq kərə yağını, yenə də donmuş soyuq kərə yağıdır. Mütləq soyuq halda olmalıdır. Bunu yenə sürtkəcin iri gözündən keçirdirik. Və üzərinə də 150 qram şəkər tozu əlavə edirik. 150 qram şəkər tozu da 200 ml stəkan ölçüsü ilə 1 stəkandan 2 barmaq əski şəkər tozu eləyir. Ərzaqların miqdarını tam olaraq həm qramla, həm stəkan ölçüsü ilə hamısını açıqlama bölümündə qeyd edəcəm, oradan baxarsınız. Dəyərli izləyicilərim, kim hardan videolarımızı izləyərsə, hər birinizdən çox xahiş edirəm ki, videolarımızı izləyərkən zəhmətə dəyər verib, saniyənizi ayırıb yuxarıda gördüyünüz bəyən düyməsinə toxunaraq videolarımızı bəyənməyi unutmayın. Əgər bəyənirsinizsə, mütləq yaxınlarınızla da paylaşın. Siz də kanalımızın böyüməsində, videolarımızın çox izlənməsində mənə bu cür dəstək olmuş olarsınız. Dəstək olan hər kəsdən də Allah razı olsun. Vaxt məhdudiyyətinə görə, işlərimin çoxluğuna görə hər birinizə ayrı-ayrılıqda cavab yaza bilməsəm də, buradan mənə hər zaman dəstək olan, şərhlərdə xoş sözlər yazan hər bir izləyicimə ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm, öz minnətdarlığımı bildirirəm. Allah sizləri var eləsin. Çox təşəkkür edirəm. Dəstəyiniz üçün, verdiyiniz dəyər üçün hər birinizə minnətdaram. Onu da nəzərinizə çatdırım ki, bunun içliyi digər kətəcliklərində olan umaç kimi çox da quru olmur. Biraz belə yapışqan kimi olur. Çünki burada unun miqdarı bir qədər azdır, amma yağdır, şəkər tozunun miqdarı biraz artıqdır. Bunu görüb götürüb üzərinə yenidən un əlavə etməyin. Elə bu cür olmalıdır. Biraz yapışqan kimi olur və hazırlayıb yerləşdirirsiniz, soyuducuda qalsın. 1 saat keçdikdən sonra xəmiri götürürük. 6 hissəyə bölürük. Mən istəyirəm ki, kündələr hamısı eyni bərabərdə olsun. Ona görə əvvəlcə xəmirin kütləsini tərəzidə çəkirəm. Xəmirin kütləsi nə qədər edirsə, onu da 6-ya bölürəm.
yəni xəmirin kütləsini 6-ya böldükdən sonra neçə qramdan düşürsə, həmin qramdan da, burada baxın 169 qramdan məndə düşdü və 169 qramdan da kündələri tuturam. 6 kündəyə bölürük, yenə də qeyd edirəm. Kündəliyi belə masanın üzərində bir 3-4 dəqiqə gözlədirik. 3-4 dəqiqə keçdikdən sonra götürürük bir-bir kündələri, üzərinə, altına biraz un səpirik, lap belə bolluca da un səpməyə lazım deyil, biraz. Lazım olduqca un səpərək, demək, soba listinin böyüklüyündə yayırıq. İstəsəniz ki, daha da hündür çıxsın, onda biraz kiçik ölçüdə də yaya bilərsiniz. Amma mən elə xəmirləri çox incə yaydım, elə soba listinin ölçüsündə yayıram, gördüyünüz kimi. Baxın, görürsünüz, içliyi də götürdüm mən soyuducudan. Bu cür belə biraz yapışqan kimi yağlı içlik olur. Bunu da əlinizlə biraz belə didərək üzərinə əlavə edirsiniz. Gözə yarı olaraq 5 hissəyə bölün içliyi. Çünki 6 kündə olduğu üçün sondakı, yəni 6-cı kündənin üzərinə əlavə olunmadığına görə 6 kündənin içliyinə əlavə olunur içlikdən. Əgər varınızdırsa, evdə, yəni varsa, biraz doğranmış qoz ləpəsi də üzərindən əlavə edə bilərsiniz. Məndə biraz az olduğu üçün cüzi az, yəni üzərinə əlavə etdim. Amma biraz artıq da əlavə edə bilərsiniz. Qoz ləpəsindən də çox dadlı olur. İlk kündəni soba listinin içərisinə yerləşdirməmişdən öncə biraz mütləq un səpin, amma qətiyyən yağlamayın. Yağlamağa ehtiyac yoxdur. Çünki xəmir özü yağlı xəmirdir. Sadəcə biraz görürsünüz, un səpdim. İlk kündəni, ilk yuxanı yerləşdirdim üzərinə və içlikdən biraz səpirəm, biraz daha doğranmış qoz ləpəsi və ikinci yuxanı yaydım. Bunu da üzərinə yerləşdirirəm. Bir də burada ən əsas məqam, xəmirin yalnız kənarların yüngülcə birləşdirirsiniz. Orta hissəsini belə əlinizlə basaraq qətiyyən, yəni yaslatmayın, birləşdirməyin. Orta hissə boş qalmalıdır ki, bişərkən qəşəng belə qatlar bilinsin. Ona görə qətiyyən üzərindən basmaq lazım deyil. Sadəcə hər dəfəsində bu yuxaları yayıb üzərinə yerləşdirəndə biraz belə kənarlarını əlinizlə biraz bastırırsınız və salam. Və artıq 3-cü yuxanı yayıram. İçlikdən də görürsünüz, bir hissə 3 qismi qaldığına görə mən elə əlimlə gözə yarı olaraq 3 hissəyə böldüm içliyi və belə sona dək bu cür davam edirik. 5-ci yuxanı üzərinə yerləşdirənə dək içlikdən səpirik, amma son 6-cı yuxanın üzərinə isə içlik səpilmir. Görürsünüz, baxın, ona görə qeyd edirdim. Bu içlik biraz belə yağlı içlik, biraz yapışqan içlik olduğuna görə əlimizlə didərək əlavə edirik. Biraz da doğranmış qoz ləpəsi əlavə edib, qoz ləpəsi istəsəniz, yəni olmaya da bilər, əlavə etməyə də bilərsiniz. Amma əlavə etsəniz daha da dadlı olacaq. Özünüz də videoda gördüyünüz kimi mən qətiyyən xəmirin üzərindən basmıram, yaslatmıram, sadəcə kənar hissələrini biraz birləşdirdim. Son 6-cı yuxanı üzərinə yayıb yerləşdirdikdən sonra bıçaqla gördüyünüz şəkildə dilimlərə ayırırıq, yəni kəsirik. Bunu üçbucaq şəklində də kəsə bilərsiniz, bu cür kvadrat şəklində də kəsə bilərsiniz. Kəsdikdən sonra bir-bir ehmalca bu cür belə götürürük, bıçaqla ayırırıq və məsafəli şəkildə listimizə düzürük. Görürsünüz, üzərindən yaslatmadığımız üçün çox qəşəng qalıb, belə qatlarda hamısı tək-tək bilinir. Bir list dolu, digər listdə yarı olaraq qəşəng şirniyyatımız alınır. Sobanı da öncədən yandırırıq. İstəsəniz siz bunların üzərinə yumurta sarısı da çəkə bilərsiniz. Amma mən yumurta sarısı çəkmədim. Napolyon xəmirinə bənzər olduğu üçün üzərinə heç bir şey çəkmədən bişirdim. Sonda tam soyduqdan sonra üzərlərinə bolluca şəkər pudrası səpdim. Amma zövqə görə də yenə də qeyd edirəm. İstəsəniz üzərinə yumurta sarısı da çəkə bilərsiniz. Mən konveksiya rejimində sobanın ən alt gözündə 160-170 dərəcə arasında 35 dəqiqə müddətində bişirib götürdüm. Konveksiyasız sobalarda da 180-190 dərəcə arasında bişirə bilərsiniz. Sobalar müxtəlif olduğu üçün hər kəs öz sobasının dilini bilməlidir. 35 dəqiqə müddətində bişib hazır oldu. Görürsünüz necə gözəl alınıblar. Xəmir sanki Napolyon xəmirdir. Qəşəng üzəri xırçıltılı, içərisi yumşaq, çox dadlı alınır və qatları da hamısı vərəq-vərəq bilinir. Tam soyduqdan sonra isə üzərinə bolluca şəkər pudrası səpə bilərsiniz. Hətta bu xəmirə siz qabartma tozu əlavə etmədən də bişirə bilərsiniz. Qabartma tozu əlavə etməsəniz, yəni sırf demək olar ki, Napolyon xəmirinin dadını verəcək. Yağışın da səsini eşidirsiniz. Bu cür yağışlı havalarda siz də hazırlayın. Bu cür ləzzətli təamlardan nuş edin.
Göz hakkınızı halal edin. Hazırlayıb yeyən hər kəsə nuş olsun. Yeni videolarda görüşmək ümidilə. Sağ olun, salamat qalın. Allah əmanət olun. Əgər videonu bəyəndinizsə, Kəmalə Kərimli 82 kanalına abunə olun, videonu bəyənib şərh yazmağı unutmayın. Dəstəyiniz Kəmalə xanım üçün motivasiya mənbəyidir. Paylaşılan videoları bəyənib şərh yazanlara öncədən təşəkkür edirik.